Salam hörmətli abituriyentlər. Bu videoda abituriyentlərin bilməli olduğu ən vacib məqamlardan biri haqqında danışacağıq. Abituriyentlər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr haqqında məlumatlı olmalıdırlar. Bax, burada verilən qaydaları mütləq şəkildə bilməlidirlər. Hər il qəbula bir neçə sual bu mövzu ilə bağlı düşür. Öncə bilmək lazımdır ki, inkişaf etmiş ölkələrdə İqtisadi inkişaf, sosial-iqtisadi inkişaf yüksəkdir, əhalinin orta ömrü müddəti yüksəkdir, ümumdaxili məhsulun həcmi yüksəkdir və ümumilli məhsulun miqdarı ümumdaxili məhsuldan çoxdur. Həm ümumdaxili məhsul yüksəkdir, həm ümumdaxili məhsulun adam başına düşən pay yüksəkdir, həm də ki, ümumilli məhsul ümumdaxili məhsuldan daha yüksəkdir. Və bu ölkələrdə təbii artımın birinci tipi xarakterlikdir. Yəni ki, hər 1000 nəfərə təbii artım 12 nəfərdən azdır. Uşaqların payı aşağı, yaşlıların payı isə çoxdur. Təbii artım aşağı olduğuna görə uşaqların payı aşağı olur, yaşlıların payı isə get-gedə artır. Burada pay dediyinə görə faiz hesablaması nəzərdə tutulur. Yaşlıların payı çox olduğuna görə əhalinin qocalması müşahidə edilir. Buna demoqrafik qocalma deyirik. Demoqrafik böhran xarakterlikdir. Doğulanların sayı azdır deyə inkişaf etmiş ölkələrin bəzilərində hətta bu mənfidir, demoqrafik böhran adlanır. Demoqrafik keçidin 4-cü mərhələsidir. Burada ölüm də aşağıdır, doğum da aşağıdır. İmmiqrasiya miqrasiyadan üstündür. Ölkədən daimi yaşamaq üçün gedənlərin sayı daha azdır. Yəni gələnlərin sayı isə daha çoxdur. İmmiqrasiya gələnlərdir, emiqrasiya isə gedənlərdir. Əhali artımında mexaniki artımın payı yüksəkdir. Ölkəyə gələnlər mexaniki artımdır. Urbanizasiya səviyyəsi yüksəkdir. Yəni əhali şəhərlərdə daha çox şəhər məskunlaşması üstündür. Əhalinin əsas şəhərlərdə yaşayır. Suburbanizasiya prosesi xarakterlikdir. Suburbanizasiya deyəndə öncə ağlımıza, daha doğrusu ilk olaraq ağlımıza inkişaf etmiş ölkələr gəlməlidir. İnkişaf etmiş ölkələrdə iri şəhərlərində, əhali şəhərlərdə yox, köçüb şəhərin ətrafında və yaxud da kəndlərdə məskunlaşırlar ki, bu da suburbanizasiya prosesi adlanır. Əhalinin əsas hissəsi iqtisadiyyatın 3-cü və 4-cü sektorlarında çalışır. 3-cü sektor xidmət, 4-cü sektor isə informasiya sahələrində. Yəni bu insanlar artıq kənd təsərrüfatında çalışmaq istəmirlər, sənayedə çalışmaq istəmirlər. Daha yüksək səviyyədə çalışmaq istəyirlər. Sənayesi gətirmə xammalı əsaslanır. Yəni xam mal şəklində alır, müəyyən məhsul istehsal edir. Təhsil, səhiyyə, insanların həyat şəraiti daha yüksəkdir. İnkişaf etməkdə olan ölkələrdə isə tam əksidir. Təbii artımın ikinci tipi xarakterlikdir. Yəni təbii artım 12 nəfərdən çoxdur. Uşaqların payı çox, yaşlıların payı isə aşağıdır. Demoqrafik keçidin ikinci və üçüncü mərhələsi xarakterlikdir. İkinci mərhələdə təbii artım yüksəkdir, demoqrafik partlayışdır. Üçüncü mərhələdə isə tədricən təbii artım aşağı düşür. Demoqrafik siyasət əhalinin azalmasına yönəlib, emiqrasiya üstündür. Yəni ölkədən daimi yaşamaq üçün gedənlərin sayı daha çoxdur. Və yaxud da uzun müddətli yaşamaq üçün gedənlərin sayı daha çoxdur. Yalançı urbanizasiya xarakterlikdir. Yəni əhali şəhər ətrafında gecə qondularda yaşayırlar. Latın Amerikasında favela, Afrikada bidonvil, Türkiyədə gecə kondular adlanır. Fəal əhalinin əsas hissəsi kənd təsərrüfatı və sənayedə çalışır. Birinci və ikinci sektorda çalışır deyəcəyik. Sonra İqtisadiyyat mineral xammala və aqrar xammaldan asılıdır. Yəni mineral faydalı qazıntılardır, aqrar xammal isə kənd təsərrüfatıdır. Təhsilin, səhiyyənin, təhsilin, insanların həyat şəraiti isə ağırdır, aşağıdır. Yəni burada xüsusi qeydimiz var ki, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və sair varlı ərəb ölkələrində təbii artım yüksəkdir, amma yenə də artma yönələn tədbir həyata keçirir. Adətən təbii artım yüksək olanda siyasət də əhalinin azalmasına yönəlir. Amma bu ölkələr istisnadır ki, təbii artım yüksəkdir, yenə də təbii artımı artırırlar. Bir də onu qeyd edək ki, Cənubi Afrika Respublikası inkişaf etmiş ölkə olsa da, təbii artım ikinci tipinə aiddir. Şərqi Avropa ölkələri, Rusiya, Çin, Qazaxıstan, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə də təbii artımın birinci tipi müşahidə edilir. Bir də bilin ki, Avropada yalnız Albaniya təbii artımın ikinci tipinə aiddir.